Sinus, kosinus, tangens, kotangens və digər anlayışlar. Hansı ki, sadəcə imtahanlar üçün öyrənib sonrasında yada belə salmaq istəmirik. Yaxşı, bəs bunlar gündəlik həyatda heç mi qarşımıza çıxmır? Gəlin belə bir sual verim. Nəyə görə dik yolda yerimək, düz yolda yeriməkdən daha çətin və daha yorucudur? Bax, bu sualın cavabı həmən o lazımsız hesab etdiyimiz sinus və kosinusla bağlıdır. Düz bir yolda yeridiyimiz zaman bizim hərəkətimizə əks təsir göstərən bir qüvvə var. Sürtünmə qüvvəsi müəyyən. Yəni biz düz yolda yalnız sürtünmə qüvvəsinə qarşı iş görürük. Amma maili yerdə vəziyyət dəyişir. Bunu yuxarı doğru gedən bir yol kimi təsəvvür edin. Bu da həmən yolda hərəkət edən bir adam olsun. Bu adam yuxarı doğru hərəkət etdikcə onun hərəkətinə əks təsir göstərən iki qüvvə yaranır. Biri düz yolda özünü göstərən sürtünmə qüvvəsi, amma mail bir müstəvi olduğundan, mail bir səth olduğundan müəyyən yox, müəyyən kosinus alfa olur. Digəri isə ağırlıq qüvvəsinin mail səthə paralel olan komponenti, yəni MC sinus alfa. Çünki bu adamın ağırlıq qüvvəsi yerin mərkəzinə doğru yönəlib və biz onu iki komponentə ayırsaq, onda mail səthə perpendikulyar olan MC kosinus alfa və həmən səthə paralel olan MC sinus alfanı alırıq. Həm sürtünmə qüvvəsi, həm də MC sinus alfa hərəkətin əksinə yönəlir və biz onların hər ikisinə qarşı iş görməli oluruq. Səth nə qədər dik olarsa, onunla üfüqi səth arasındakı bucağı da artır, bucaq artırsa sinus da artır. Ona görə də daha dik bir yolda yeriyəndə daha çox qüvvəyə qarşı iş görməli oluruq və təbii ki, daha çox yoruluruq. Bundan sonra nə vaxtsa dik bir yolda qanter içində qalsaz, kaş bu yol biraz düz olsaydı deyə düşünsəz, sinus və kosinusu yada salın. Dərslərdə öyrənilən heç bir şey əbəs yerə deyil. Bunu da unutmayın.